Müsəlman olan hər kəsin boynunda peyğəmbərlərin vacib haqları vardır. Bu ona görədir ki, Allah peyğəmbərləri dində yüksək məqamlara çatdırmış və öz yanında onların hörmətini uca tutmuşdur. Üstəlik, bu peyğəmbərləri əvəz olunmaz bir missiya ilə şərəfləndirmiş və öz vəhyini və şəriət qayda-qanunlarını digər insanlara çatdırmaq üçün onları seçmişdir. Həmin haqlardan bəziləri aşağıdakılardır. Onların hamısının peyğəmbər olmalarını, Allah tərəfindən göndərilmələrini, Allahın əmrlərini təbliğ etdiklərini təsdiq etmək və bu xüsusda onların arasında fərq qoymamaq. Uca Allah buyurur, biz hər bir elçini Allahın izni ilə ona məhz itaət edilsin deyə göndərdik. O həmçinin buyurur, Allaha itaət edin, onun elçisinə itaət edin və asi olmaqdan çəkinin. Əgər üz çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir. Həmçinin buyurur, Allahı və onun elçilərini inkar edənlər, Allahı onun elçilərindən ayırmaq istəyib, biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər, məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Beləliklə, peyğəmbərlərin gətirdikləri risalələrə iman gətirmək onlara olan imanın bir hissəsi sayılır.